Kərimov Elfin Mürşidoğlu 13 sentyabr 1985-ci il Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 1 sentyabr 1991-ci il Çaylı kəndi Əlmərdan Hüseynov adına orta məktəbə daxil olur. 25 may 2003-cü ildə Çaylı kəndində Əlmərdan Hüseynov adına orta məktəbi bitirib və 6 oktyabr 2003-cü ildə hərbi hissəyə xidmətə gedir. 888 N saylı hərbi hissədə kəşfiyyat qrupunda xidmətini başa vurub 2 aprel 2005-ci ildə evə təxris olunur. 29 sentyabr 2014-cü ildə 708 saylı N hərbi hissənin Maxı Kiçik Çavuş Manqa komandiri vəzifəsində işləməyə başladı. Elvin Kərimovun 3 qız övladı var. 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına döyüşüb, 2-ci Qarabağ müharibəsində Suqovuşan Talış kəndlərinin azad edilməsində qəhrəmanlıq göstərib və Suqovuşan istiqamətində 10 oktyabr 2020-ci ildə şəhidlik zirvəsini ucaldı. 11 oktyabr 2020-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində dəfn olundu. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ölümündən sonra Elvin Kərimovu igidliyə görə medalı ilə təltif etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun.